və danışacam da. Bax, qəbzim var, çekim var, dövləti şantaj eləmirəm ki. Demirəm ki, Rauf kimi şantaj eləyib mənə pul ver. Amma Rauf Baba Rızayevdən 200.000 pul alıb. 6 sot torpaq alıbdır. Əlin Ağayev, bir zəhmət, əgər doğrudan da Rauf sənin tulanda ölsə cinayət işi aç. O jurnalist qızlar, bayaq sözüm yarımçıq qaldı. Meydan TV, Toplum TV, Abzas Media, nə bilim 2000 alıblar, 3000 alıblar, qrant alıblar. Avropadan maliyyələşib deyib, tutub hərəsinə 8 il, 10 il iş verirsiniz. Bəs Rauf Oğraşın oğlu necə olur ki, arvadı Qəhbə Baba Rızayev, hansı ki arvadı Dubaya qaçıbdı. Bax bu Oğraş, bax bu Oğraş, bax. Bax bu Oğraş. Hansı ki arvadı Qəhbəli elib Dubaya qaçıb. Özə gözü görə gedib. Ay sağ ol. Necə gedib onu bir dənə denən birdi, xahiş edirəm. Denən onu. Elman, efirin donubdur. Sən çıx təzədən gəl. Efiri vurdular sən efiri. Sən çıx təzədən. Sataşırlar mənə. Hə, Sən düzəldi, orada düzəldi. düzəldi, hə, vəsə. Bunları köpək uşağı deyən kimi blokları partlayır. İndi sözümün canı gəldi. Dedi ki, bəs mənim həyat yoldaşım mənə Allahverdi Ələkbər budur ki, sənin danışıq qabiliyyətin yoxdur varlı adamlarla. Bunlar qiriyyət adamdır, amma xoşlayırlar da o yaltaqlıq. Sən bana deyirən ki, sənin həyat yoldaşın Azərbaycan Evdar xanımının etalonudur. Onu cadı, pitik, şeytani cinlərin köməyi ilə onun ağlını əlindən alıb, onu lotusuna qoşulub getməyi vadar ediblər ki, da lotu deməyə deyir ki, bir cavan oğlanla gedib, o da qohumudur. Və dedim Allah verdim, mənim o boyda yalan danışan mən də hövsəlanı. Hardasa zibri çıxacaq. Düzündür ginən 100 dəfə təkrar edeyim. Hamısı da prezidentlə görüşür, hamısının başının üstündə bayraq, hamısının başının üstündə İlhamın şəkili, arvadı Qəhbə hakimiyyətidir də. Cavid Qurbanov da bunun kimi oğurlaşdı. Yalandan İlham deyir, falan deyir, dövlətçilik deyir, nəsil ədabəti hamısı vəzifələrdədir. Gəlib mənim üstümdən pul tutmaq istəyir, mənə 150.000 pul təklif edir. Əlin Ağayev araşdır da, bu günə kimi niyə Cavid Qurbanovun adamını həbs eləməmisiniz? Niyə istintaqa çağırmamısınız? 150.000 pul ötürmək istəyib. Mənə də zəng vurmuşlar, 157.000 pul verirdilər. Bilmirəm bu 150 bunlarda nə rəqəmdir? 157.000. Deyirəm qaqa 5 milyon borcludur. 157.000 niyə almalıyam? Özü 157.000'i alsın, daha balababanın adını çəkmədi. Dedim qardaş, mən 157.000 azı deyirəm. Mənim şükür Allaha de, görsətdim ekranı. Bütün günü burada, gecə səhərəcə iş görürəm. Mənim heç kimdə ehtiyacım yoxdur, nə Avropa. Bu da kiminsə uşağıdır ya hələ. Bunun söhbəti sonradır. Görəcəklər, o xəstə uşaq var ha. Bax, söhbət oradan gedir. Bu birisi də buradadır, görürsünüz də. İynələrlə düzəlinib. Daha adını demirəm kimdir. Ona görə quzu keçərəm. Elə dör, siz fikirləşdiyiniz kimi dör, dostlar. Siz fikirləşdiyiniz bunlar arvadı gedib bir qırağa. Özü Allahverdi Ələkbərov necə dedi ki, sən bununla mən deyəcəm, sən də ləbbeyk deyərsən, başda. Sonra gördüm ki, bu deyir ki, bir dəqiqə dayanın, mən sizə sözümü deyim. Mənim həyat yoldaşım Azərbaycan